Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi. Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi 1898-1901-ci illərdə İsmailiyyə binasının yanında tikilmişdi. Binanın memarı İosif Qaslavski idi. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra da müdir olmuşdu. 1918-ci ilin dekabrın 7-sində bu binada Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılış mərasimi, 24 iyun tarixində isə Cümhuriyyətin ilk bayrağı qəbul edilmişdi. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Ali Soveti bu binada yerləşib. 1920-1937-ci illərdə şair dramaturq Hüseyn Cavid binanın 3-cü mərtəbəsində yaşamışdı. 1982-ci ildən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu buraya köçürülüb. Hazırda binanın böyük hissəsində Əlyazmalar İnstitutu, 3-cü mərtəbənin mərkəzi hissəsində Hüseyn Cavidin ev muzeyi, kənar hissəsində isə Ali Attestasiya Komissiyası fəaliyyət göstərir.